Bu həftənin cümə günündən başlayaraq Ramazan və Novruz bayramları ilə əlaqədar ardıcıl 11 qeyri-iş günü olacaq. Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə görə 25 və 26 mart qeyri-iş günləri olacaq. Martın 20-21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələblərinə əsasən növbəti iş günləri 27 və 30 martda qeyri-iş günləri olacaq. Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar ölkəmizdə 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləridir. Bayramlardan sonra ilk iş günü isə martın 31-i olacaq.